Gəlin sizə Targovdakı gizli əyləncə məkanından xəbər verim. Hər gün buradan minlərlə adam keçir. Amma bəlkə də çoxları bilmir ki, Elsi Waikikinin 3-cü mərtəbəsində mini Disneyland yaradıblar. Funlanddə qiymətlər necədir indi deyəcəm. Deməli burada geniş zoom zonası, çoxlu sayda oyun aparatları, VR kresloları və digər maraqlı əyləncə növləri var. Həm böyüklər, həm də uşaqlar əylənə bilər. Biz uşaq olanda belə əyləncə, belə macəra olmayıb deyə ömrümün 38-ci ilində bir neçə dəqiqəlik özümü uşaq kimi hiss eləyib o ki var əyləndim. Qaz vermə, qaz vermə. Ağsu Perevalına çıxırıq. Hələ həyatımda bu qədər əyləncəli maşın sürməmişdim. İsti-isti ilk təəssüratlarımı bölüşüm. Deməli oyun aparatları o qədər real və maraqlıdır ki, adam özünü unudur və oyunun bir parçasına çevrilir. Nə var? Su tapançası. Dinozavrları su ilə məhv eləyirik. Məkanda qiymətlər belədir. Bunlar limitsiz kateqoriyaya daxildir. Yəni 10, 20 və 40 manat daxilində bütün aparatlardan limitsiz istifadə edə bilirsiniz. Bu arada Funlanddə ad günü olan uşaqlara və bağçalara 30% endirimdə var. Funlandın bundan başqa Neftçilər, 3-cü mikrorayon, Əcəmi, Xırdalan və Zakatala filialları da var. Targov filialında mini kafeteriyada fəaliyyət göstərir. Burada ancaq çay və kofe verilir. Digər filiallarda isə restoranın menyu çeşidi daha böyükdür. Şəhərdə fərqli macəra axtaranlar, hansı yaşda olursunuz olun, ürəyinizdən fantastik dərəcədə əylənmək və uşaqları əyləndirmək keçsə, məncə Funlandı yoxlaya bilərsiniz. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.